Salam dostlar, biz yeni bir qazanxanamızı montaj elədik, başa çatdırdıq və test elədik. Burada bir 65 kW gücündə kondens tipli qazan quraşdırdıq. Qazanımızın təhlükəsizlik qruppasını quraşdırdıq. Su yumşatma cihazımızı və o cümlədən İtaliyanın istehsal olan Atlas filtrlərimizi quraşdırdıq şuntlama sistemindən. Burada da biz yine qazan doldurma cihazımızı quraşdırmışıq və əlavə bura su yumşatma cihazı qoymuşuq ki, qidalanma təmiz su ilə qidalansın. Burada da gördüyünüz kimi 3 yollu qarışdırıcılardan Siemens'in və Siako'nun ağıllı nasoslarından istifadə eləmişik. 3 qrupaya bölünmüş bir sistemdir. 4-cü nasosumuz qulluq eləyir boilerin isitməsinə. 5-ci nasosumuz isə gördüyünüz kimi burada elədiyimiz əməliyyata uyğun olaraq isti suyun qayıdış xətti təzədən isinir və boilerimizə daxil olur. Burada da resirkulyasiya xəttimizi bürünc gövdəli nasosla quraşdırmışıq ki, suyumuzda heç bir dad olmasın. Bu da bizim soyuq və isti su təchizatımızın təhlükəsizlik qruppasıdır. Bu isə bizim hidrofor qurğumuzdur. Burada da yine suyu 2 hissəyə ayırmışıq. Əsas bina və yardımçı bina üçün nəzərdə tutulmuş kollektorimizdən su paylanır. Beləliklə bu işi də tamamladıq. Allah iş yiyəsinə xeyir versin, bizə isə can sağlığı.